cəmiyyətimizin qlobal problemlərindən biri. Deməli canlarım, yetişkin olmaq topu bir adamın əlindən alıb başqa bir adamın əlinə vermək demək deyil. Yetişkin olmaq, topu o adamın əlindən alırsan, öz əlində tutursan. İstəyərsən bu topu atarsan futbol meydançasına istədiyin kimi oynayarsan. İstəyərsən də bu topu atarsan kiminsə pəncərəsini sındırarsan. Amma o sınmış pəncərənin cəzasını da, məsuliyyətini də sən çəkəcəksən. Buna uyğun, bunu bilərək hərəkət edərsən. Yetişkin olmaq əslində tam olaraq belə bir şeydir. Amma təəssüf ki, bizim cəmiyyətimizdəki yetişkin olma algısı iki şeyin üstünə qurulub. Birincisi, məsələn, bəzi xanımlarımız yetişkin olmaq arzusuyla öz ata-anasının evində, ata-anasının qoyduqları olmazlara, qadağalara, fikir ayrılıqlarına, hər hansı bir sərhədlərə qarşı çıxıb, özlərini oradan çıxarıb, aparıb hansısa partnyorlarının, romantik münasibətdəki adamların əlinə buraxırlar. Bu səfər də onların olmazlarına uyğun hərəkət edirlər. Əgər ki, yetişkin olmaqla bağlı bir dərdiniz yoxdursa və illa da birinin kontrolu altında qalmaq istəyirsinizsə, elə ən yaxşısı ata-ananın kontrolunda qalmaqdır. Ən azından orada bir hikmət var. Amma deyək ki, bəzilərimizdə də belə bir şey olur. Əslində yetişkin olmaq istəyir, yəni yetişkin olmaq arzusu var. Amma fərqində olmadan bizim cəmiyyətimizin kodlarına uyğun hərəkət edir. Bu da hansı kodlardan biridir? Məsələn, cəmiyyətimizdə belə bir inanc var ki, ailəni kişi saxlayar, ailəni kişi dolandırar. Tamam, mən buna qarşı deyiləm, buna bir şey demirəm. Amma kişi ailəni dolandırar demək, bir insanı kişi saxlayar demək deyil. Sən o insan olmadan da var ola bilirsənmi? Özünü saxlaya bilirsənmi? O insanın verdiyi sənə bir dəstəkdir. O insan istəsə o dəstəyi verə də bilər, istəməsə o dəstəyi çəkə də bilər. Buradakı problemimiz yetişkin olmaqla bağlı məsələmiz. Mən bir insandan gələn dəstəyi qəbul etmirəm deməyin. Amma mən o insanın dəstəyi olmadan da özüm öz ayaqlarım üstündə var ola bilərəmmi? Buradakı məsələmiz budur. Əgər ki, bu o insanın varlığı olmadan sən öz ayaqlarının üstündə dura bilmirsənsə və gəlib burada ata-ana ilə hansısa qadağanın, hansısa söhbətin davasını aparırsansa, demək ki, sən hələ yetəri qədər yetişkin olmamısan. Bir başqa aspektdən də nəyi izah edeyim sizə? Bəzi insanlarda yetişkin olmağın məsuliyyətini ala bilmirlər və bunu hazır hiss eləmirlər. Ona görə də yetişkin olmaqda çətinlik çəkirlər. Yetişkin olmaq həqiqətən çox çətindir, bunu çox yaxşı başa düşürəm. Amma ən azından yetişkin olanda biz bilirik ki, başımıza gələn gəlməyən hər şeydən biz məsuliyyət daşıyırıq və biz istədiyimiz müddətcə insanların bizim həyatımıza müdaxiləsi ola bilər və yaxud olmaya bilər. Zaten sağlam əlaqə qura bilməməyimizin səbəbi də öz yetişkin algımızı və sərhədlərimizi düzgün şəkildə qoruya bilməməyimizdir. Ən azından bu mövzuya bu səfər bir başqa gözlə baxaq. Çünki Bakıya indiki gəlişimdə ən çox diqqət etdiyim nüanslardan biri bu oldu və insanların çoxu azadlıq davası verir, amma özləri yetişkin olmağa hələ heç bacarmayıblar. Sonra da problem valideynlərdən olur. Mən həqiqətən də yetişkin olmağa icazə verməyən bir valideynlə böyüyüb, o valideynə yetişkin ola bilməyə hörmət etməyi öyrətmişəm. Ona görə də kimsə gəlib deməsin ki, belə bir şey mümkün deyil. Hələlik.